Hal-hazırda qiymətlərlə bağlı fikriniz nə yerdədir? Xanım, hal-hazırda məhsulumuz mandarindir, yerli mandarindir, Astradan gəlir. Qiyməti 3 manatdır, normaldır. Və keçən illərin məsəl üçün mandarin 4 manatdır, 5 manataydı. Bu illərin 3 manatdır, ucuzdur. Karlıq məsəl üçün Göyçaydan, Ağdaşdan gəlir. Qiyməti məsəl üçün 3 manat, 2 manat 50 qəpik. Keçən il bəs bahaydı, bu il yaxşıdır. Qiyməti normaldır. Müştərilər də alırlar, razı qalırlar. Nardır məsəl üçün Göyçaydan gəlir 4 manata, Sabirabaddan gəlir 4 manat. Rayon fərqi var. Yəni sonra alma gəlir Qubadan, Xaçmazdan gəlir, qiyməti 3 manat, 4 manatdır. Moruq gəlir Gəncədən gəlir, qiyməti 3-4 manatdır, yarım kilosu. Üzüm gəlir Səlyandan, Xələkdən gəlir. Qiymət 4-5 manatdır. Bu il bax ümumiyyətlə qiymətlər normaldır və məhsul da boldur xanım. Məsələn, limon Lənkərandan gəlir, çəyrək Şəmkirdən gəlir, apelsin Misirdən gəlir. Qarpuz, bir dəqiqə hal-hazırda qarpuzun sezonudur, xaricdən gəlir, Braziliyadan gəlir. 4-5 manatdır. Onda xarici meyvələrdə də qiymətlər münasibdir də. Bəli. Keçən il bu ildə qiymət münasibdir, bəli. Ortaklarda bak Bizdə qiymətlər bahadır. bizdə seçmə var. Əslində elə demək üçün daha çox fərqlidir. Biz qarşılaşdırmış olarıq ki, hər bir tərəfdə qiymətlər seçmə mallarda daha baha olur, orada daha ucuz olur. Burada oranı götürsəm o hamısına yaxşıdır. Mən sizə İki yerdə çəksək. deyirəm. Çox sağ olun. Ora hamısına mən sizə deyirəm. Baxma. Bir yerlərdə hər bir yaman qarğış tökür. Heç belə olur ki, nəyə çəksən, amma ora ucuzdur. Sağ olun. What are you think about the price of the fruits money? The fruits and vegetable money, the price is really good. Comparing with my country, I'm from South Korea, and so the quality is really good. I really like the Azerbaijani fruits. So I've been here actually living very long time. So I really like Azerbaijani. Haran mandalinadır bu. Çok qəşəng. Çok çok güzel. Kameranın kapanıp durma. Değerli dostlar, bugün sualdan cevaplandırdık. Gəlin görüşmədə görüşürüz.